Mən nail ola bilmirəm heç nəyə, məndə heç nə alınmır, mən sıraza çətinliklərlə üzləşirəm. Onsuz da ölkədə iqtisadiyyat pisdir, bərbaddır, maliyyə azdır, pulum yoxdur. İnsan inkişaf eləməyə başlayanda bu baryerlərlə insan üzləşir. Bu baryerlərə isə insan qələbə çalmaq üçün bunlara baxış tərzimizi biz dəyişdirməliyik və belə baryerlərə, belə çətinliklərə, problemlərə biz şans və fürsət kimi baxmalıyıq. Bunu necə eləmək lazımdır? Bunu ilk növbədə insan gərək düşüncə tərzini dəyişdirə və problemlərə baxış tərzini dəyişdirə. Bunu eləmək üçün də insanın ətrafında həmfikir insanlar, dostları olmalıdır və sizinlə eyni ideologiyanı daşıyan, dünyaya baxış tərziniz eyni olmalı, bir-birinizi motivasiya eləyəsiniz. İkinci isə insanın lazımlı bilikləri olmalıdır. Hər bir insan çətinliklərlə üzləşir. İnsan uşaqlıqdan böyüyənə qədər neçə dənə proseslərdən keçir. Bunların çətin vaxtları da olur. Uşaq yeriyə bilmir, nə qədər iməkləyir, sonra başlayır yıxıla-yıxıla yeriməyə, sonra başlayır normal sərbəst yeriməyə. Bu dünyada heç nə prosta tak sadəcə olaraq baş vermir. Çətinliklərlə və problemlərlə üzləşə-üzləşə insan bərkiyir, insan başlayır inkişaf eləməyə. Bu uğura gedən yolu da bu formatda olur. Sadəcə olaraq biz başa düşməliyik ki, onsuz da bu həyatda çətinliklər və problemlər olacaq. Biz bu çətinlikləri, problemləri keçib həyatımızı yaxşı yönə apara bilsək, bunlar bizim üçün gələcəkdə maliyyə baxımından və başqa sahələrdə biraz asan olacaq bunlarla üzləşəndə. Amma insan problemlərə və çətinliklərdən qorxursa, üzləşmək istəmirsə, sən həmişə onsuz da çətinliklər çəkəcəksən. Bunu udmaq lazımdır, qələbə çalmaq lazımdır ki, problemlərə, çətinliklərə. Bunlar sənin üçün asanlaşsın. Sən bərkiyəsən, sən inkişaf eləyəsən öz uğur yolunda və öz nailiyyətlərini çoxaldasan. Çünki insan 20-25 yaşına qədər çox səhvlər eləyir. 25 yaşından primerlə bir 30-35 yaşına qədər ailə qurur, uşaq. 35 yaşından sonra isə insan başlayır dərk eləməyə ki, mən nəsə eləməliyəm, mən arzularıma, istəklərimə çatmalıyam, mən həyatımı qurmalıyam və biz bir şey başa düşməliyik ki, yəni yaş ötdükcə insanın fiziki gücü postepенно azalmağa doğru gedir. İnsan 50-60 yaşına çatanda isə maliyyə baxımından komfortlu bir həyatda yaşamalıdır ki, biz ağlımızı işlədib pul qazanmaq, əlimizlə isə pul saymaq lazımdır. Amma bəzi insanlar nabarot eləyir. Çətinliklərdən qorxduqlarına görə həmişə maaş qarşılığında işləyirlər və həmişə əlləri ilə işləyirlər, başları ilə pul sayırlar. Heç vaxt fikirləşmirlər, düşünmürlər, analiz, mütaliə eləmirlər. Ona görə də sürü psixologiyasında yaşayırlar. Bunun pis cəhəti odur ki, insan yeniliklərə hazır olmur, qorxur həmişə. Və bu qorxu hissi də adamı məhv eləyir. Axırda bir də ayılırsan ki, 50-60 yaşın var, heç nəyə nail olmamısan və sənin fiziki baxımından da gücün zəifləyib və sənin enerjin də əvvəlki enerji deyil və bu güclü inkişaf gedən dövrdə hər şey sistem halına düşür, innovasiyalar çoxalır. İnsan ayaqlaşa bilmədiyinə görə insan pastayanla gedir, qul kimi işləyir və insanın bu maddi, mənəvi sıxır, məhv eləyir. Və bəzi insanlar ona görə də tez yaşlaşırlar, xəstəlik tapırlar və bəzi insanlar isə 40-50 yaşında dünyadan keçirlər. Çünki bu insan heç nəyə nail olmayıb. Allah insanı yaratmayıb ki, biz yeyək, içək, yataq, duraq, ailə quraq, qocalaq, dünyadan keçək. İnsanın bu dünyaya gələndə hər bir insanın missiyası var və öz potensialını həyata keçirməlidir. İnsan öz potensialını həyata keçirə bilməyəndə, öz missiyasını uğurla başa vura bilməyəndə insan boş bir varlıq kimi yaşayır, ümidsiz və boş olur içi və həyatdan həzz ala bilmir. Belə insanların axırda ya xəstəlik, ya da bədbinlik həyatdan həzz ala bilmirlər və bu cürünə pis formatda dünyadan da keçirlər.